Əli Ağayev təqdim edir. Dostlar salam, hər vaxtınız xeyir olsun. Fərqli məkandan, fərqli nəqliyyat vasitəsi ilə hər birinizi salamlayırıq. Bugün Yoldasan verilişində biz Bakı şəhərində mikromobilliyin vacibliyi barədə danışırıq. Niyə görə mikromobillik bugün bizim üçün vacibdir və mikromobilliyin özəlliyi nədən ibarətdir? Bilirsiniz ki, şəhərimizdə tıxaclar günü-gündən artır və avtomobillərlə hərəkət etmək demək olar ki, mümkün deyil. Amma biz bugün mikromobilliyin vacibliyi bizim tıxaclarda rol oynayacaqmı? Bu barədə istəyirəm söhbət açaq. Mövzunu da araşdırmağa mənə Aynanın mikromobillik şöbəsi rəhbəri Coşqun Məmmədov köməkliyi göstərəcək. Odur ki, gedək Coşqun Məmmədovdan görüşək və mikromobillik bizə nəyə görə vacibdir, o haqda tam dolğun məlumatı sizlərə verək. Gedirik Coşqun Məmmədovdan görüşməyə. Bayaq da bildirdiyim kimi biz mikromobilliyin inkişafı və mikromobilliyin inkişafında ərsəyə gəlməsində Aynanın rolu nədir? O barədə danışacaqdım sizinlə və yeri gəlmişkən hal-hazırda yanımda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mikromobillik şöbəsinin rəhbəri Coşqun Məmmədov yanıb. Coşqun müəllim, xoş gördük, xoş eşitdik. Necəsiz? Sağ olun, yaxşı olasınız. Siz necəsiz? Mən də yaxşıyam, minnətdaram. Coşqun müəllim, ümumiyyətlə mikromobillik son dönəmlər, son günlər həddən artıq böyük bir auditoriya özünə cəlb edir və ümumiyyətlə mənə də maraqlıdır ki, mikromobillik nədir? Necə oldu ki, bu termin bizim dilimizə daxil oldu? Hardan başladı bu fikir? Bəli, vurğuladığınız kimi axı son vaxtlar biz bu mikromobillik sözü, mikromobillik anlayışını daha çox eşitməyə başlamışıq. Bəli. Niyə mikromobillik sualına gəldikdə ümumiyyətlə məsələyə biraz geniş aspektdən baxdıqda son vaxtlar digər şəhərlər kimi, megapolislər kimi Bakı şəhərində də yaranan günün əsasən pik saatlarında baş verən tıxac və sıxlıq halları təbii ki olur. Bu nəqliyyat elə bir sahədir ki, gündəlik olaraq insanların həyatlarına təsir elədiyi üçün bu mövzu daha tıxac problemi, insanların şəhər arasında necə hərəkət edəcəyi məsələləri biraz daha çox qabarır, daha çox aktual olur. Beynəlxalq təcrübəyə də baxdıqda ümumiyyətlə biz düşünürük ki, bu təkcə Bakı şəhəri üçün səciyyəvidir, amma belə deyil. İstatistikalar da göstərir ki, dünya üzrə ümumiyyətlə insanların daha çox şəhər ərazisində məskunlaşması prosesi gedir. Hazırki statistikalara görə dünya əhalisinin 55%-dən artığı, 60%-dən yaxını şəhərlərdə məskunlaşmışdır və əgər tendensiya bu formada davam edərsə, gözlənilir ki, 2050-ci ilə qədər bu say 70%-ə qədər hətta yaxınlaşsın. Şəhər arasında insanların sayının çoxalmağı, məskunlaşmağın çoxalmağı da özlüyündə bir çox problemlər kimi nəqliyyat problemini də önə çıxardır və şəhər arasında insanların necə hərəkət edəcəyi məsələsi aktuallaşır. Təbii ki, şəhər ərazisində ictimai nəqliyyat olsun, digər nəqliyyat növləri olsun, şəxsi avtomobillər olsun, bu gündəlik nəqliyyat tələblərinin müəyyən hissəsini ödəsə də bu hər zaman əlçatan olmur. Belə olan halda isə məhz az öncə vurğuladığımız mikromobillik anlayışı şəhər ərazisində nəinki mikromobillik, ümumiyyətlə nəqliyyatın çeşidlənməsi, digər alternativ nəqliyyat növləri üçün infrastrukturun qurulması, şəraitin yaradılması məsələsi aktuallaşır və məhz bu tendensiyalardan irəli gələrək beynəlxalq təcrübələr araşdırılaraq 2023-cü ilin ortalarından etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən də Bakı şəhərində mikromobillik infrastrukturunun qurulması, velosiped yollarının salınması istiqamətində təhlillərə başlanıldı. Mikromobillik deyiləndə əsasən şəhər ərazisində 10 kilometrə qədər və bir qədər daha artıq məsafələri qət etmək üçün nəzərdə tutulmuş tək insanlıq nəqliyyat vasitəsi nəzərdə tutulur və bəli, əsasən bunların da şəhər arasında sürəti 25 kilometrə qədər olur. Düzdür, dünyada bunun bir çox növləri var, amma Bakı şəhərinin əsas səciyyəvi olan növləri kiçik elektrik nəqliyyat vasitələri, hansı ki bizim skuter dediyimiz və velosipedlərdir. İnşallah. Müəllim, minnətdaram ətraflı geniş məlumat verdiyiniz üçün. Düzdür, biz bu barədə daha çox danışa bilərik və yeri gəlmişkən Coşqun müəllimdən bizim Yoldasan verilişinin xüsusi bir buraxılışı var ki, biz orada mikromobillikdən danışdıq. Orada Coşqun müəllim maksimum dərəcədə çalışdı ki, bizə və bizim izləyicilərimizi və dinləyicilərimizə maraqlandıran suallarını cavablandırsın və o buraxılışımızı da yaxın zamanlarda biz öz YouTube səhifəmizdə yayımlayacağıq, onu da izləyə biləcəksiniz. Amma indi istəyirəm ki, Coşqun müəllim, sizin icazənizlə
mikromobilliyin inkişafında xüsusi rolu olan və hal-hazırda paytaxtımızda fəaliyyət göstərən JET şirkətinə gedim və oradakı işin təşkili və texniki quruluşu barədə bizim izləyicilərimizi məlumatlandırım. Son olaraq istəyirəm ki, bizim istifadəçilərə və şəhər sakinlərinə fikir olaraq nəsə bildirmək istəyirsinizmi? Mən də sonda vaxtdan istifadə edib mikromobillik istifadəçilərə bir neçə fikirlərimi çatdırmaq istəyirəm. İlk öncə xahiş edirəm yollarda yol hərəkəti qaydalarına, nişanların tələblərinə, nişanlanma xəttlərinin, svetoforların, yəni işıqforların tələblərinə riayət eləsinlər. Çünki mən başa düşürəm, son bu bir neçə ildə bu mikromobillik vasitələrindən istifadə sayı artdıqca müəyyən qəza riskləri falan da yarana bilir, amma bu ayna olaraq biz bu istiqamətdə bütün lazımi tədbirləri görürük. Düzdür. Amma bəzən insanların öz hərəkətlərindən də, istifadələrindən də, istifadə qaydalarında çox şey asılı ola bilir. Ona görə mən buradan xahiş eləmək istəyirəm ki, bu mikromobillik vasitələrindən istifadə edən zaman maksimum ehtiyatlı olsunlar, yol hərəkəti qaydalarına, yol nişanlarının tələblərinə, işıqforların tələblərinə riayət etsinlər. Çünki bu onların öz sağlamlığı üçün də vacibdir. Və təhlükəsiz şəkildə bu nəqliyyat növlərindən istifadə edib öz mənzil başlarına sağ-salamat çatsınlar. Amin. Biz də onu arzulayırıq bizim izləyicilərimizə və Coşqun müəllim, sizə minnətdarlığımı bildirirəm ki, vaxt tapdınız, gəldiniz və mikromobillik barədə bizim izləyicilərimizi və dinləyicilərimizi məlumatlandırdınız. Mən isə şəhərin bu hissəsində mövzumu saxlayıram. Çünki gedirəm mikromobilliyin inkişafında əvəzsiz xidmətləri olan JET Azərbaycanın təmir texniki servis məkanına, oradan sizi məlumatlandıracağam və sizə göstərəcəm ki, JET Azərbaycan öz işini texniki servis məkanını necə təşkil edib və onlar skuterlərə, hal-hazırda yollarımızda görən skuterlərə necə texniki xidmət göstərirlər. Bəli dostlar, gəldik çıxdıq JET Azərbaycanın məkanına. Bura JET Azərbaycanın texniki servis məkanıdır və paytaxtda fəaliyyət göstərən bütün skuterlərə burada texniki dəstək göstərilir. Gəldik tanış olaq ki, JET Azərbaycan bu texniki dəstəyi necə tənzimləyir. Salam, hər vaxtınız xeyir. Salam Ərbə, xoş gəlmisiniz. Təşəkkür edirəm. Yeri gəlmişkən məni qarşılayan JET Azərbaycanın hüquq departamentinin rəhbəri Elmin İsmayılıdır. Buyurun əyləşin. Təşəkkür edirəm. Elmin bəy, istəyirəm bir qədər JET Azərbaycan haqqında bizim izləyicilərimizə və dinləyicilərimizə məlumat verəsiniz ki, JET Azərbaycanın fəaliyyəti necə formalaşıb? Ümumiyyətlə Əli bəy, biz artıq 3 ildən artıq fəaliyyət göstəririk. Böyük bir komandamız var və bu komanda fəaliyyəti ilə biz ictimai nəqliyyat sistemi yaratmışıq. Yəni bu şəhərdə də yəqin ki, çox bizim insanlar da bunların hamısını bir-bir görürlər. Yəni faktiki belə deyək də, yəni ilkin dövrlərdə hansı ki, əyləncə məqsədini istifadə olunan skuterlər öz yerini alıb bir ictimai nəqliyyat növü kimi, hansı ki biz müvafiq dövlət qurumu ilə də bugünkü gün əməkdaşlığımız davam edir, bu sahə inkişafa doğru gedir, daha da yeni nəsil elektron skuterlər və digər avadanlıqlar artıq gəlir. Biz yəni bu bizim ərazimiz hansı ki texniki təmir servisimiz bu ərazidir. Burada bizim bütün iş fəaliyyəti ilə bu gün sizi yaxından tanış eləyəcəm. Və yeri gəlmişkən səhv eləmirəmsə, artıq skuterlər ictimai nəqliyyat olaraq da qəbul olundular. Bəli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu fəaliyyət sahəsi birbaşa nəzarət altındadır və onun sayəsində bu sistem getdikcə böyüyür. Və bu hansı ki tıxacsız və ətraf mühit üçün mümkün qədər daha az ziyanlı bir nəqliyyat növünün inkişafına töhfə verir. Qarşımızda bizim Bakı şəhərinin planı var, səhv eləmirəmsə. Bəli, bəli. Bu necə formalaşıb və səhv eləmirəmsə bunlar ərazilərdir, yoxsa? Deməli Əli bəy, bizdə burada hamısı ərazilər bölünüb, özü də görürsünüz rəqəmlərlə. Hər bir ərazinin bizim tərəfindən təhkim olunmuş əməkdaşlar var. Burada logistik dəstək təmin olunur. Hansı ki, skuterlərin gündəlik nəzarəti, baxımı, təmiri, yəni bütün hamısı bu ərazi bölgüsünə uyğun tənzimlənir. Və biz də çalışırıq ki, getdikcə bu ərazi böyüsün. Yəni düzdür, müvafiq qurumla biz bu mənada əməkdaşlıq edirik ki, bizə hamısı icazə alınmış şəkildə və qoyulmuş qaydalara uyğun tərtib olunsun və hər bir ərazi sayının da uyğun parklama məntəqələri, elektron skuterlərin sayı tam bir-birinə mütənasib təşkil eləsin. Bəs ərazilər necə tənzimlənir? Yəni başa düşdüm ki, komanda şəklində. Bəli, hər bir ərazinin komandaları var. Hamı öz vəzifələrini, missiyalarını bilir və ona uyğun fəaliyyət göstərir qarşılıqlı əməkdaşlıq şəklində. Yəni digər məsələlərlə bağlı mən sizi dəvət edirəm bizim texniki təmir servisimizə. Digər məsələlərdən siz özünüz bizim əməkdaşların fəaliyyətindən yaxından tanış olasınız. Yəni bütün iş necə qurulur, necə tənzimlənir biz orada tanış ola bilərik. Onda vaxt itirməyək, gəlin ki, texniki servis məkanımıza.
Əlbəttə, bura bizim rənglənmə otağımızdır, bizim rəng sazımızdır. Gündəlik hansı detalların rənglənməyə ehtiyacı olursa, bizim əməkdaş tərəfindən rənglənir. Burada hər bir rənglənmə üçün materiallar, digər avadanlıq hamısı yerləşdirilib. Və Bu ilkin hazırlıq prosesidir bəli, bu burada. hazırlıq prosesidir burada. Bütün vasitələr hamısı görürsünüz burada tam formada təmin olunub. Və bizim içəridə hansı rənglənmə otağımız var. Buyurun. Keçid alaq. Buyurun, siz də gəlin. Elə bizi proseslə tanış etsəz daha yaxşı olar. Artıq rənglənməyə hazır olan bir detaldır. Aha. Bu öz nə deyim, İxtiranızdır. yəni rəngləyən zaman fırlanmırıq da başına çıxardırıq. Göstərə bilərsinizmi? Ah, nə gözəl. Fırlanmırıq. Detal artıq əlinizin altında olur. Bəli, bəli. Çox gözəl. Yəni fırladırıq detalı, başına dönmürük də rəngləyən zaman. Aha, çox gözəl. Detalı rəngləyəndən sonra qoruq qalsın elə burada quruyur, ondan sonra götürürük. Bunlar artıq hazır rənglənmiş detallardır. Əlbəttə, həmçinin mən sizə bunu da qeyd edeyim ki, görürsünüz havalanma sistemləri təmin olunub, hamısının sonunda filtrlər yerləşdirilib ki, hansı ki bu rənglənmə müddətində əməkdaşın tam təhlükəsizliyi təmin olunsun, həmin filtrlər vasitəsilə də çirklənmənin qarşısı alınsın. Çox gözəl. Bu formada hamısı təmin olunub. Biz artıq bizim ustamıza çox mane olmayaq. Ustamız yəqin ki, hazır rənglənmə prosesinə başlayacaqsınız və bizim izləyicilərimizə də maraqlı olar ki, siz bu detalları necə rəngləyirsiniz. Əlbəttə, indi sizə bizim texnik servisimizdən tanış edirəm. Bura bizim texnik təmir otağımızdır. Hansı gündəlik ərazidən təmirə ehtiyac olan xüsusilə yığılır və bura təhvil verilir və burada bizim əməkdaşlar tərəfindən, texniklərimiz tərəfindən təmir olunur, müəyyən mərhələlərdən keçir və sonra tam hazır vəziyyətdə yenidən əraziyə təhvil verilir. Əla. Salam, hər vaxtınız xeyir. Yorulmayasınız. Bizim burada əməkdaşlardır, texniklərimizdir. Baş ustamız Ələddin bəydir. Ələddin bəy də sizə burada Salam, hər vaxtınız xeyir. İşiniz irəli. Ələddin bəy, istəyirəm qısa bir məlumat verəsiniz. Buradakı xidmət necə təşkil olunur, necə təmin olunur və hansı işləri görürsünüz? Texniki zonaya daxil olan samokatlar, məsəl üçün, bir çox problemlərlə gəlir. Əyləc problemində problemlər olur. Aha. Və yaxud da qaz səthində problemlər olur, sükan boşluğu olur. Onları aradan qaldırmaq üçün texniklər bizdə birinci yoxlanış keçirdirlər. Qazında problem varsa, qaz səthini aradan qaldırırlar, o nöqsanları. Əyləcində problem varsa, əyləcində problem. Əyləclər bizdə belə bir xüsusi vasitə ilə yoxlanılır. Əyləcin tutaqaç hissəsinə keçirilir, yoxlanılır belə. Əgər əyləc normaldırsa, bu qaydada, yəni biz onu istədiyimizə uyğun, məsəl üçün artıq və yaxud da az eləyə bilmərik. Bu standarta uyğun olan bir ölçüdür. Olan bir ölçüdür. Bəs təkərlər və bu sürtkün mayələri nəyə görə lazımdır? Sürtkün mayələri, məsəl üçün, bir çox, məsəl üçün, bu bayırda qaldığı üçün, çöldə qaldığı üçün, məsəl üçün, paslanma və yaxud da sürtünmə problemləri olur. Onları aradan qaldırmaq üçün xüsusi sürtkülərdən istifadə edilir. Məsəl üçün, bunlar kontakt cleandir. Necə? Yəni, bu texniki elektron bağlı, məsəl üçün, radyonbazaqda problem görəndə onları təmizləyirik. Məsəl üçün, bunu əyləcə istifadə edirik, əyləc olan hissələr. Daha rahat işləməsi üçün. Gözəl. Bəs 40, bu bildiyimiz? Bu isə passız zadı təmizləmək. Hə, bildiyimiz VD40. Bəli, verir. Əla. Bəs sizin əməkdaşlarınız hər birinin özünün təyin olunmuş işi var, yoxsa ümumi olaraq hər biri bütün işləri görə bilir? Ümumi demək olar ki, bütün, məsəl üçün, mexaniki olan hissələrinə hər birinə baxırlar. Məsəl üçün, yenə də deyirəm, hər hansı bir samokatda nasazlıq baş veribsə, onu mütləq şəkildə aradan qaldırırıq. Bayaq dediyiniz kimi. Hal-hazırda bunun sükanında boşluq olur, sükanına sıxılır. Xüsusi, məsəl üçün, açar var. Biz bunu yenə də standartdan uyğun artıq sıxa da bilmirik. Məsəl üçün, bunu gətiririk bura. Burada açar öz sözünü göstərir. Bundan artıq sıxa bilmərik. Açar ona icazə vermir, standartdan uyğundur. Əla. Burada tam olaraq funksional bütün texniki qulluq olunur. Və burada hazır olandan sonra artıq növbəti etaplara göndərirsiniz samokatı. Növbəti etaplar tam təşkil olunandan sonra, saz vəziyyətə gətiriləndən sonra növbəti proseslər
davam edir Samakatda. Əla. Çox maraqlı bir əslində iş prosesi təmin olunur burada. Mənim özümə də maraqlı gəldi ki, hər dəfəsində gündəlik olaraq xidmət göstərən bu skuterlərin texniki problemləri necə həll olunur? Özünüz də gördüyünüz ki, tam olaraq, tam standartlara uyğun bir şəkildə təmir masası var. Özü də bir şey də vurğulayım sizə, təmir masasının üstü rezin qoruyucu ilə örtülüb ki, Samakat və bildiyimiz skuterlər təmir xidməti alarkən onların rəng örtüyü cızılmasın və hətta bir əsas məqam var. Niyə rezin? Çünki bilirsiniz ki, bunlar hər biri elektrik skuterləridir və elektrik skuterlərində ola bilər hər hansı bir qısa qapanma ümumi masaya yansımasın deyə rezin örtüklə örtülüb. İndi isə keçək növbəti etaplarla tanış olaq. Bayaqları orada 2 qapı gördüm. Bəli. O qapıları niyə bağlı saxlamısınız? Orada nə gizlədirsiniz? Və əslində gizlədiləsi bir şey yoxdur. Bizim birinci otağımız skuterlərin ehtiyat hissələri saxlanılır. İkinci otağımız isə mühəndislərin otağıdır. Ambara baxa bilirik. Əlbəttə ki. Onda gəlin keçək ilə bir yerdə baxaq. Mənim də maraqlıdır. Buyurun. Hər biri yeşikdədir və yeşiklərdə biz nə görürük? Bizdə ehtiyat hissələridir. Burada ehtiyat hissələri təşkil olunub. Şəkilləri ilə və barkodları ilə, xüsusi proqram ilə bunlar hamısı təsis olunub. Barkodu vururuq, ehtiyat hissəsinin nə qədər qaldığı və texnikaya təhvil verəndə onlar hamısı bir-bir Qeydə alınır. sistemdən bəli qeydə alınır. Maraqlıdır. Yəni bu yeşikdə hal-hazırda bizim gördüyümüz 1, 2, 3, 4, 5. Bəli. 5 ədəd ehtiyat hissəsi var. Bəli, bəli. Və həmən bu barkodu oxutduqda siz bilirsiniz ki, yeşikdə bu ehtiyat hissəsindən nə qədər var? Bəli. Çox qəşəng formalaşmadır, çox bəyəndim. Və bu gördüyümüz skuterlərin tam ehtiyat hissələrinin hər biri burada var. Bəli. Çox qəşəng komplektləşdirmişsiniz, çox bəyəndim. Və bir əsas məqamı da sizə bildirmək istəyirəm ki, əslində əziz izləyicilərimiz, ehtiyat hissələrinin bu cür formalı şəkildə yığılması çox həm məqsədə uyğundur. Nəyə görə? İşçi gəlir, saatlarla vaxt itirmir ki, mənə hər hansı bir ehtiyat hissəsi lazımdır. Misal üçün, açıram yeşiyi və burada ehtiyat hissələri var. Operatorumuzdan xahiş edək və burada gördüyünüz ehtiyat hissələri var. Bu ehtiyat hissələri nədir, nəyə lazımdır? Ona tapmağa ehtiyac yoxdur. Sadəcə yaxınlaşır bura, barkodu oxutdurur. Bilir ki, bu lazımdır və onu tapmağa belə vaxt itirməyə ehtiyac yoxdur. Çünki hər birinin şəkildə bura vurulub. Bu yeşikdə 2 ehtiyat hissələri var. Bunlar buradadılar. Nə qədər qalıb buradan bildi. Birini götürdü, gəldi, ambardara təhvil verdi və onunla da artıq işi yekunlaşdırmış olduq. Əla, çox gözəl. Və ambarla da tam tanış olduq. İndi isə mühəndis otağına keçək, Elmin bəy. Siz də maraqlandınız. Buyurun. Keçə bilərik mühəndis otağına. Əli bəy, bura bizim mühəndislərimizin otağıdır. Salam, hər vaxtınız xeyir. Yorulmayasınız, işiniz irəli. Hansı ki, burada elektron skuterın müəyyən mikrosxemləri var ki, hansı ki, onların təmirində və fəaliyyət nəzarətdə mühəndislərimizə ehtiyac duyuruq. Burada mühəndislər fərqli həmin fəaliyyəti göstərirlər. Gündəlik burada hansı ki, mühəndislərin fəaliyyətinə aid olan təmir burada baş verir. Mən belə başa düşdüm ki, Elmin bəy, siz bütün skuterlərin tamamının, yəni tam texniki qulluğunu özünüz edirsiniz. Bəli. İstehsalçı ölkəyə də göndərmirsiniz və ancaq orijinal ehtiyat hissələrini oradan gətirdirib bütün təmir prosesini özünüz edirsiniz. Mən sizə belə deyim ki, bütün materiallar, qulluq vasitələri, ümumiyyətlə istifadə olunan hər bir avadanlıqlar tam keyfiyyətli, yüksək keyfiyyətli avadanlıqlardan istifadə olunur, materiallardan, detallardan istifadə olunur, həm təmirdə, həm qulluq vasitələrində. Mənim özümə maraqlıdır. İndi hal-hazırda hansı işlər görürlər mühəndislər? Salam, hər vaxtınız xeyir. Görəcəyiniz iş barədə kiçik bir məlumat versəydiniz bizə də maraqlı olardı. Bu hal-hazırda Samakatın belə deyim, tracker qurğusudur. Hansı ki, məlumatlar bunun vasitəsilə ötürülür serverə. Samakatın işə salınması və ya söndürülməsi bunun vasitəsilə. Belə deyim də, beyin hissəsidir. Bəli, bəli. İdarə etmə pultudur, belə deyək. Bundan bütün məlumatlar birbaşa olaraq əsas serverə ötürülür və oradan burada sən də səhv eləmirəmsə GPS qurğusu da var ki, bütün Bakı şəhəri boyunca bizim o Samakatımız, skuterimiz hardadısa, həmən nöqtədə həmən qurğunu görürük. Bəli, müxtəlif trackerlər olur, trackerdir bunun adı. Bəzilərində GPS üzərində olur, bunda olduğu kimi. Bəzilərində isə ayrıca bir qurğu olur, tracker. Bəs mənə maraqlıdır, təmirə səbəb nə olur? Ömrünü başa mı vurur? Detallarda hər hansı bir aşınmalar mı olur? Adətən zədələnmədən sonra təmirə ehtiyacı olur.
və ki, düzgün istifadə edilməməsi nəticəsində trekerlər zədələnir, korpuslar sınır, bu səbəbdən təmirə ehtiyac olur. Əla. Və yekunda da tam təmir edib yenidən təhvil verə bilirsiniz. Bəli, test edirik, təmir edirik, test edirik, sonra təhvil veririk. Əla. İşiniz irəli, yorulmayasınız. Çox maraqlı bir iş prosesi gedir burada. Çox məşğul etmək istəmirəm. Çünki bildiyiniz kimi mikrosxemadır və xırda bir düzgün addım atılmaması və ya düzgün təmir olunmaması onun həmən qurğunun yenidən işləməməsinə səbəb ola bilər. Çox yormaq istəmirəm. Amma orada maraqlı bir qurğu görürəm Elvin bəy. Bu nə qurğusudur? Burada bizdə müəyyən hansı detallar var ki, onu bu qurğu vasitəsilə biz özümüz burada istehsal edirik. Hansı ki, həmin kiçik gördüyünüz qurğular həmin bizim elektron skuterlərin müəyyən detallarıdır. Həmin detallar burada hazırlanır. 3D printer aparatında. Bəli. Çox maraqlıdır. Yəni bu 3D printeri nə qədər varınızda hətta və bu da həmin o detalların əlavə belə deyim də əlavə xərclərdən də azad edir sizi. Həm xərc həm müddət baxımından. Bəzi detallar ola bilər ki, hətta olmasın. Yəni onun gətirilmə müddəti uzun müddət çəkir. Bunun üçün də biz 3D formatında bu qurğudan istifadə edərək həmin detalları özümüz hazırlayırıq. Çox maraqlı qurğudur əslində, çox bəyənirəm. Bir sıra mən bildiyim tanınmış şirkətlərin özündə belə 3D avadanlıqları var. Hətta onlar avtomobilin detallarını belə həmin 3D avadanlığında çap edirlər, hazır edirlər. Hansı ki, artıq həmin avtomobildən istehsal olunmur, amma həmin detal zədələnib. Bunu təmir etmək lazımdır və yenisi ilə əvəz etmək lazımdır. Bu zaman onlar da 3D avadanlıqlarına müraciət edirlər və bizim gördüyümüz hal-hazırdakı olan mühəndis otağında da bu 3D printerimiz var. Onlar bu bildiyimiz detalı bu qurğuda çap edirlər və yenidən həmin detal yenisi ilə əvəz olunur. Çox maraqlıdır və mənə maraqlı gələn məqam Elvin bəy bir məqam qaldı ki, bəs bu bildiyimiz skuterlər batareyalardan, lion batareyalarının əvəz olunur, onunla işləyir. Onun dəyişilməsi prosesini bir şəhərdə tanış olacaq komanda şəklində. Amma onlar necə dolur, necə dəyişdirilir? İstəyirəm onu da işıqlandıraq. Bizim ərazidə bununla bağlı şarj məntəqələrimiz var. İndi biz buradan gedərik, mən sizə onu tam yaxından tanış edirəm. Həmin şarj məntəqələrində bizim hansı ki bu batareyalar yerləşdirilir, orada şarj olunur və ondan sonra istifadəyə verilir. Gözəl. Onda gəlin elə birbaşa şarj məntəqəsi ilə də tanış olaq. Həm onun funksionallığı, iş prinsipi və ondan sonra da birbaşa keçək əraziyə ki, ərazidə işinizi necə təşkil edirsiniz? Gedək. Gəlin bir yerdə gedək. Deməli Əli bəy, biz bayaq texniki təmir servisimizdə olarkən sizə şarj məntəqələrimizdən danışdıq. Həmçinin o bizim xəritəmizdə ərazi bölgüsünü sizə göstərdim. Bizdə hansı ki enerji təminatı elektron skuterlərin bu şarj məntəqələri vasitəsilə olur. Bizim ərazi bölündüyü kimi həmin bu məntəqələrdən də ərazilər yerləşdirilib. Hansı ki bizim əməkdaşlar yaxınlaşırlar. Mən sizə burada QR kodu da göstərmək istəyirəm. Burada QR kod var. Yalnız bundan əməkdaşlar istifadə edə bilər. Müştərilər istifadə edə bilmir. Əməkdaş yaxınlaşır bura. Proqram tətbiqi vasitəsilə həmin QR kodu oxutdurur. Qapılar açılır bu formada. İndi biz bunu sizə açıq vəziyyətdə göstəririk ki, tam fikir formalaşsın. Ondan sonra hansı ki enerji ehtiyac olan batareyaları yerləşdirir. Burada tam göy xətt olanda deməli artıq bu batareya doludur. Amma görürsünüz digər xəttlərdə dolmağa davam edir. Burada hansısa əməkdaş gələr, o yetərincə özünə gələ qədər götürəndən sonra artıq keçir buradan enerji tam dolmuş batareya bura yığır ki, ondan sonraki digər əməkdaşlar da bundan səmərəli şəkildə, sürətli şəkildə istifadə eləsin. Burada sadəcə təmin görürsünüz, indi əməkdaş yaxınlaşacaq, bu dolmuşlardan özünə istifadə olana qədər götürəcək, digərlərini yerləşdirəcək bu sahəyə yenə də. Bu bizim üçün həm böyük logistik xərclərin qarşısını alır, həm prosesi sürətləndirir, həm ərazidə aktiv fəaliyyətimizi daha da səmərəli şəkildə gətirib çıxardır. Əslində çox maraqlı addımdır, həm də təqdirə layiq addımdır. Bu QR kodla oxunmanı çox bəyəndim. Nəyə görə? Bu yalnız xüsusi proqram təminatı vasitəsilə yalnız və yalnız sizin əməkdaşlar. Bəli, yalnız əməkdaşlar istifadə edə bilmir. Yaxınlaşır, götürür bu həm belə deyim də əlavə xərclərin qarşısını alır, dediyiniz kimi və bu batareyaların uğurlanmasının qarşısını alır ki, tam qorunma şəklindədir. Təbii ki, burada görsənir, burada yuxarıda kamera çəkir. Kameralarımız var, daima nəzarət altındadır və bayaqları yolda gələrkən siz bir şey də vurğuladınız ki,
burada QR kodla açanda belə siz artıq bilirsiniz ki, hansı əməkdaş buranı açır və batareyanı götürür və gedir. Əslində çox bilsin də maraqlı bir addımdır. Nəzarət sistemi də daima qüvvədədir. Əlbəttə, hər bir əməkdaşın profili var tətbiqdə. Əməkdaş daxil oldu, QR kodu oxutdu. Aslında avtomatik biz bilirik ki, həmin əməkdaş bu gündən buradan batareya götürüb sayına qədər hamısının bir-bir məlumat verməlidir. Nə qədər sayda, çünki biz onun statistikasından saxlayırıq özümüzdə. Əla, statistika belə ki var. Deməli, statistikada nəyə görə lazımdır? Gündəlik istifadə olunan batareyaların sayını bilmək, işçinin iş prinsipini yoxlamaq və nəzarətdə saxlamaq ki, bu işçi gün ərzində neçə skuterə xidmət göstərir. Ən vacib şərtlər, siz saydığınız hallardan başqa ən vacib şərt odur ki, həmin ərazinin ilk yükünü bilirik ki, məsələn, orada müştəri istifadəsi nə qədərdir, hansı sayda gündəlik istifadə olunur. Ola bilər ki, müəyyən ərazi ola bilər ki, məsələn, orada əməkdaş sayını artırmalı olarıq, digər bir dəstək kimi digər əməkdaşlardan istifadə edərik. Yəni bu sayı da biz statistika vasitəsilə saxlaya bilirik özümüzdə. Deməli, bayaq bildiyiniz o zonalara bölünmək var. Zonanın yükünü belə bu belə təkan verir ki, zonanın yükünü təxmin edə bilərsiniz ki, daha çox yüklənib, yoxsa daha az yüklənib. Siz özünüz də nəzərə alarsınız ki, yəni həmin zonalar şəhərin müxtəlif nahiyələridir. Mərkəzi zonalar daha aktiv fəaliyyət göstərir. Çünki həm də orada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşəbbüs sayəsində velosiped zolaqlarının salınması, səkilərin, hansı ki mikromobillik üçün işıqforların quraşdırılması, bu infrastruktur layihələri hər yerdə yoxdur şəhərlərində. Getdikcə inkişaf edir, artır, düzdür. Bir çox yerlərdə artıq var. O artıq olan yerlərdə istifadə sayı çoxdur. Çünki müştərilər də rahatdır. Amma digər hələ ki, indi yenə deyirəm, bu böyük bir layihədir, böyük bir təkamüldir. Bu gələcək planlarda da bunu görəcəyik ki, şəhərimizin hər bir yerində mikromobillik zolaqları var. Yəni ona görə biz onu nəzərə alıb, bu statistikalar bizim üçün çox önəmlidir. Əla, gözəl. Bununla da tanış olduq Elmin bəy. Təklif edirəm ki, artıq gedək mərkəzə. Mərkəzdə iş planını necə qurmusunuz? O iş planı necə tənzimlənir və logistik olaraq necə tənzimləyirsiniz? Ərazi zonalarınızı necə bölürsünüz? Onunla da bizim izləyicilərimiz tanış edək. Gedək. Elmin bəy, biz sizin texniki servis məkanımızda olduq və işinizi necə yüksək səviyyədə təşkil etdiyinizi də gördüm və onu da vurğulamaq istəyirəm ki, süni intellektlə təchiz olunmuş batareyalarının dəyişim məntəqəsini də gördük ki, əslində bu çox təqdirə layiq bir addımdır. Nəyə görə? Çünki bu qədər işlər görürsünüz və batareyaların vaxtında dəyişdirilməsi vacib bir addımdır. O da şəhərin mərkəzində bu işi təşkil etmişsiniz. Bu da gözəldir. Yaxşı, bu qədər skuterləriniz var. Hansı lokasiyada neçə skuteriniz fəaliyyət göstərir? Əli bəy, bu məsələ ilə bağlı sizə daha dolğun, daha ətraflı məlumatı bizim logistika şöbəsi müdiri Mamed bəy təqdim edəcək. Mən sizə tanış edeyim ondan. Mamed bəy, salam. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Necəsiz? Sağ olun, yaxşı olasınız. Mamed bəy, istəyirəm sizə bir sual verim. Elmir bəyə sualımı ünvanladım. Sizin bu qədər böyük işləriniz var. Hal-hazırda texniki servis məkanımızdan gəlirik. Amma maraqlıdır. Neçə lokasiyada neçə skuteriniz fəaliyyət göstərir? Hal-hazırda Bakı şəhəri üzrə 650 parklama məntəqələrimiz mövcuddur. Parklama məntəqələri ayna tərəfindən tənzimlənir və bu məntəqə sayına görə skuterlərimizin sayı kifayət qədər var. Yaxşı, hansı yaş aralığında istifadə edirlər skuterlərinizi? Statistikaya əsasən yaş aralığı 16-35 yaşa qədərdir. Amma son bir ildir biz müşahidə edirik ki, 35 və 50 yaşa qədər istifadəçilərimiz də var. 35-50 yaş. Artıq bu statistika böyüyür. Əslində düzgün və təqdirə layiq bir statistika. Nəyə görə? Çünki skuterin özü də sağlamlıq deməkdir və bu yaş aralığında da skuterlərə müraciət eləmək də çox gözəldir. Və hansı marşrutlar üzrə daha çox istifadə edirlər? Elə bir statistikamız varmı? Bəli, əlbəttə. Ən çox Nəsimi və Səbail ərazisində aktivlik müşahidə olunur. Bunlar avtobus dayanacaqlarıdır, avtomobil parklama məntəqələridir, universitetlərdir, dövlət binalarıdır, kommersiya məntəqələri. Yəni daha çox sıxlıq olan yerdə sizin parklama məntəqələriniz də var və orada da bu skuterlərdən istifadə edirlər. Bəli. Bəs sizi narahat edən məqamlar hansıdır? Düzgün parklanmama, texniki problemlər, yoxsa ki sürət həddinin aşılması? Düzgün parklanmayan istifadəçilər bizim işimizi bir qədər çətinləşdirir və bizi bu narahat edir. Amma ki, düzgün park edən istifadəçilərin sayı da az deyil. Kifayət qədərdir və yeri gəlmişkən buradan düzgün şəkildə istifadə edən izləyicilərimizə də minnətdarlığımızı bildiririk ki, Jet Azərbaycanın işini bir qədər də yüngülləşdirirlər və sonuncu sualımı da verim və sizi çox saxlamaq istəmirəm. Çox maraqlıdır. Jet Azərbaycanın komandası öz aralarında skuterlərdən istifadə edirlərmi? Bəli, əlbəttə. Biz də sizlər kimi tıxacda qalırıq və tıxacdan qurtulmağın ən optimal variantı bizim skuterlərdən istifadə etməkdir. Sizə işlərinizdə uğurlar arzulayıram. Çox böyük bir işin öhdəsindən gəlirsiniz və logistika, bu işin tənzimlənməsi də təqdirə layiq addımlardan biridir. İşlərinizdə uğurlar Mamed bəy və güman edirəm ki, sizinlə yenə də görüşəcəyik. Oldu. Allah amanında.
Biz isə söhbətimizi Elmin bəylə davam edirik. Elmin bəy, istəyirəm mövzumuzu şirkətin əsas məqsədi barəsində danışaq. Ümumiyyətlə, JET Azərbaycan əsas məqsədi nədir? Əli bəy, JET Azərbaycan belə deyək, hazırki dövrdə ilk olaraq əyləncə məqsədi üçün istifadə olunan skuterlər əvəzinə ictimai nəqliyyat sistemini yaratmaq və inkişaf etdirmək idi. Aha. Hansı ki, bu məqsədə çatdıq bugünkü gün. Həmçinin də ekologiyaya mühüm müsbət təsirlər yaratmaq və rahat sürüş şəraiti yaratmaqdan ibarətdir. Bəs istifadəçilər deyirsiniz. İstifadəçilərin ən çox pozduğu qaydalar və bilməli olduğu məqamlar hansılardır? İstifadəçilər hazırki dövrdə ən çox pozduğu qaydalar budur ki, hansı ki, düzgün mikromobil zolaqlardan istifadə etməmək, 2 və ya daha artıq skuterdə şəxsin bircə istifadəsi, həmçinin digər yol hərəkəti qaydalarının pozulmasıdır. Yeri gəlmişkən, mən də tez-tez rastlaşıram dediyimiz məqamdan. Skuterlərdə tez-tez bir də görürəm ki, 2 nəfər bir skuterdə gedir. Ümumiyyətlə, skuterlərin yük götürmə qabiliyyəti sonsuz deyil. Təyin olmuş yük götürmə qabiliyyəti var. Amma nəzərə alsaq ki, 2 şəxs bir skuterdə minib hərəkət edirsə, bu artıq onun mühərrikinə də ziyandır. Düzdür. Əlbəttə. Yaxşı, bəs istifadəçilərin istifadə pozuntuları qaydalarını deyirsiniz. Bunun hər hansı bir hüquqi müstəvidə hüquqi qiymətləndirilməsi varmı? Əli bəy, deməli bu məsələ ilə bağlı mən bunu qeyd edim ki, istifadəçiləri həm mülki məsuliyyət gözləyir, həmçində əgər inzibati xətalar qanunvericiliyini pozarsa, inzibati məsuliyyət gözləyir. Bununla bağlı məsələn belə deyək, istifadə zamanı elektron skuterə dəymiş hər hansı ziyan zamanı biz şəxs əgər dəymiş ziyanı ödəmirsə, bununla bağlı biz müvafiq məhkəməyə müraciət edirik və bunun əsasında onların məsuliyyətə cəlb olunmasını iddia əsasına tələb edirik. Həmçinin əgər şəxs yol hərəkəti qaydalarını pozarsa, bununla bağlı İnzibati Xətalar Məcəlləsində əlavələr var, hansı ki 338-1-ci maddəsi var, hansı mikromobilliyi ilə bağlıdır bu əlavə və həmin şəxsi müvafiq cərimələr gözləyir. Bunu da hüquq mühafizə orqanları əməkdaşları tərtib edirlər. Yaxşı, bəs dəymiş ziyanı deyirsiniz də, hansı hallarda ziyan dəyə bilir? Belə bir hallarla rastlaşa bilirikmi? Bəli. Bu hallar, yəni bəli, düzdür, bizim müəyyən müştərilərimiz var ki, bu məqsədli şəkildə olmur. İstifadə zamanı hər hansı bir ziyan dəyə bilər elektron skuterə və digər bir hansı ki, düzdür, bu çox bir az qismidir müştərilərimizin, amma müəyyən qədər kobud rəftar əsasında bizim elektron skuterlərə ziyan dəyə bilər. Bunda da biz yenə müvafiq məhkəməyə müraciət edirik və bunun əsasında əgər şəxs ödəniş etməzsə, bununla bağlı məhkəməyə müraciət edirik və qanunverici uyğun qərar qəbul olmasını məhkəmədən xahiş edirik. Yaxşı, kobud rəftarı qoyduq bir qırağa. Sürüş vaxtı hər hansı bir şəxsə ziyan dəyirsə, zərər dəyirsə və bu yəqin ki, sığorta halları burada təsdiqlənir və sığorta şəklində də bu da bir cür tənzimlənməlidir. Bununla bağlı Əli bəy, mən qeyd edim ki, yəni JET şirkəti ümumiyyətlə Azərbaycanda ilk və yeganə şirkətdir ki, sığortadan istifadə edir. Hansı ki bizim sürüşlərinizdə. Bəli, sürüşlərimiz tam sığortalanır. Bizim əməkdaşlıq elədiyimiz sığorta şirkəti var. Həmin şirkət bunun əsasında müvafiq araşdırmanın sonunda ödənişləri həyata keçirir. Lakin bunu istifadə etmək üçün bizdə sürüşlər 2 növ var. Sığortalı sürüşlər, sığortaşlı sürüşlər. İstənilən halda müştəriyə təklif edirsiniz. Bəli, müştəri öncədən, sürüşdən öncə seçimini edir. Bəli, bu seçim zamanı müəyyən qədər qiymətdə kiçik bir fərq olur, amma bunun əsasında şəxs sığortalı sürüş əldə edir və hər hansı səhhətinə dəymiş ziyan zamanı və ya digər yol nəqliyyat iştirakçılara dəymiş ziyan zamanı həmin sığorta araşdırmasının sonunda həmin ödənişlər təmin olunur. Əslində çox gözəl bir addımdır. Nəyə görə? Çünki demək olar ki, mən bunu Avropada görmüşdüm, mikromobilli istifadəsi zamanı sığortalama hallarını görmüşdüm və bilmirdim, əslində bilmirdim ki, sizin şirkəti sığorta hadisələrini sığorta şirkət tərəfindən sığortalayır. Əslində gözəl addımdır bu. Yaxşı, bəs bütün bunları başa düşdük. Ümumiyyətlə, bilirik ki, qarşıdan qış mövsümü gəlir və bu qış mövsümü JET Azərbaycanın fəaliyyətinə nəsə bir mənfi təsir göstərə bilərmi və yaxud da gözlənilirmi? Əli bəy, ümumiyyətlə qış mövsümündə istifadə sayı azalır. Bu, yəni hansı ki, ümumiyyətlə hər il biz statistikalara baxmışıq, bu azalmanı müşahidə edirik yaranan gündən. Amma qeyd edim ki, bəli, Azərbaycandan gedir. Amma qeyd edim ki,
müəyyən Avropa ölkələri var ki, hansı ki ən çox da Skandinaviya ölkələrində mikromobillik qış dövründə də, hətta sərt qış dövründə belə həmin tempdə davam edir. Onlar yəqin soyuğa dözümlüdürlər ona görə. Amma bir nüans da var da. Bakıdan hava həmişə mülayim keçir. Bəli, bəli. Bizdə qar çox deyək ki, əksər hallarda yağmır və qarı səbirsizliklə gözləyirik. Amma bir nüans da var. Yağış da çox yağmır. Müəyyən bir yağıntı mövsümləri var ki, təbii ki, onda da siz də zaten sığortaladığınız üçün və müştəri də özünü rahat şəkildə həmin sürüşdən istifadə etdiyi bildiyi üçün o da bir problemlər gözlənilmir. Amma mənə elə gəlir ki, bu qış mövsümündə izləyicilər və bizim bu jet skuterlər, ümumiyyətlə mikromobillikdən istifadə edən müştərilərin hər biri qış mövsümündə də dəyərləndirməlidirlər. Çünki belə deyək də, tıxac hər zaman var, şəhərdə sıxlıq hər zaman var və tıxacdan azad olmağın və tıxacda hərəkət eləməyin ən optimal yolu mikromobillikdən istifadə eləməkdir. Təbii ki, Jet Azərbaycanın skuterlərindən də istifadə edə bilərsiniz. Biz burada Jet Azərbaycan deyirik çünki hal-hazırda Jet şirkəti ilə bir yerdə bu layihəni ərsəyə gətirmişik. Tək Jet Azərbaycan deyil, digər şirkətlər də var hal-hazırda ki, öz nəqliyyat vasitələrini istifadəçilərə təqdim edirlər və onların da istifadəsindədirlər. Və bir şeydən vurğulamaq istəyirəm ki, ümumiyyətlə qəbul olunmuş qərara əsasən artıq skuterlərdə, düzdür müəllim? Elektroskuterlərdə nəqliyyat vasitəsi sayılır və hərəkətdə olarkən bundan istifadə edən hər bir izləyici də yol hərəkəti iştirakçısıdır. Ona görə də buradan bir mesaj olaraq da bizim jet skuterlərindən istifadə edən, ümumiyyətlə mikromobillikdən istifadə edən istifadəçilərə bildirmək istəyirik ki, maksimum dərəcədə yolda ehtiyatlı olsunlar, yol hərəkəti qaydalarına əməl etsinlər və ən çox da təyin olunmuş zolaqlar və yollardan istifadə etsinlər ki, özlərini də, öz həyatlarını da təhlükəyə atmasınlar. Emin bəy, geniş məlumat üçün minnətdaram, ətraflı şəkildə. Bir qədər də mövzumuz və mənə maraqlı olan məqamlar şirkətin Jet Azərbaycanın, Azərbaycan bürosunun rəhbəri Elkin Ağayevlə qalıb ki, bəzi məqamları da istəyirəm ki, Elkin bəylə bir qədər də adlı şəkildə bəzi suallara cavab tapım. Minnətdaram sizə, mənə vaxt ayırdınız və birazdan yəqin ki, ümumi mövzunu da və ümumi mövzuya aid olan yekun fikirlərimi də sizinlə bölüşəcəm. Gedirik Elkin Ağayevdə görüşməyə. Belə dostlar, gəldik çıxdıq verilişimizin sonuna və demək olar ki, bütün günü Bakı küçələrində mikromobilliyin təmin olunması və təşkili barəsində araşdırmalar apardıq. Jet Azərbaycanın təmir texniki servisində olduq, onların texniki servisi ilə tanış olduq və bugünkü çəkilişimizi Jet Azərbaycanın direktoru Elkin müəllimlə yekunlaşdırmasaq olmazdı. Bu arada Elkin müəllim xoş gördük. Necəsiz? Xoş gününüz olsun Əli bəy. Allah razı olsun, siz yaxşı olun. Minnətdaram, çox sağ olun. Elkin müəllim, bayaq da vurğuladığım kimi demək olar ki, bütün günü araşdırma aparmışıq və işinizin təşkilini təqdirə layiq olaraq qiymətləndiririk. Bütün günü araşdırma apardıq. Yeri gəlmişkən Aynanın mikromobillik şöbəsinin rəhbəri Coşqun müəllim də bizə köməklik göstərdi. Mikromobilliyin Bakı küçələrində və Bakı şəhərində, ümumiyyətlə paytaxtımızda inkişafı və ərsəyə gəlməsi barəsində də öz fikirlərini bizimlə bölüşdü. Ona görə də son olaraq bəzi suallarım var. İstəyirəm onları sizə ünvanlayım. Elkin müəllim 5 ildən sonra Bakı küçələrində mikromobilliyi necə təsəvvür edir? Çox gözəl əslində. Yəni biz indi də müşahidə edirik ki, Bakı küçələrində mikromobillik, yəni skuterlər əvəz olunmaz bir transporta çevrilib və 5 ildən də sonra belə olacaq. Bundan da geniş yayınlanmalıdır. Bütün şəhərin bütün bölgələrində olacaq. Elkin müəllim, bəs regionlarımızda Jet Azərbaycanın inkişafı və yayımlanması gözlənilirmi? Əlbəttə gözlənilir. Mən sizə deyərdim ki, hal-hazırda Azərbaycan Yolüstü Nəqliyyat Agentliyi çoxlu işlər görür ki, bəzi bölgələrimizdə mikromobillik inkişaf eləsin və biz də təbii orada iştirak edəcəyik. Öz qatınızı da qatırsınız. Mütləq şəkildə. Bəs ümumiyyətlə Bakı küçələrində və mikromobillikdə avtomobil və skuter balanslaşdırılması necə təyin olunmalıdır? Necə tənzimlənməlidir? Onu necə fikirləşirsiniz? Siz özünüz də baxın da, yəni avtomobil bir transport olaraq uzaq yollar üçün və ya yük daşımaq üçün daha əlverişlidir. Amma şəhərdə, tıxaclı bir yerlərdə, qısa məsafələrdə və ya belə deyək, pik saatlarda
əvəz olunmaz ancaq mikromobillikdir. Və bir şey də nəzərə alaq ki, yaxın gələcəkdə şəhərin mərkəzində hərəkət yalnız mikromobillik vasitəsilə olacaq deyə mən belə fikirləşirəm ki, yaxın gələcəkdə Bakı küçələrində sizin də xidmətləriniz əvəzsiz olaraq qiymətləndirilir və mənə elə gəlir ki, artıq bütün insanlar getdikcə mikromobilliyə üstünlük vermiş olacaqlar. Bəs son olaraq bir Jet Azərbaycanın rəhbəri kimi, bir mikromobillik tərəfdaşı kimi skuter sürənlərə, mikromobillik istifadəçilərinə nə bildirmək istəyirsiniz? Birinci növbədə təbii ki, müraciət edib demək istəyərdim ki, mütləq şəkildə yol təhlükəsizliyi qaydalarına riayət etsinlər hamısı və başqa bir yol nəqliyyat iştirakçılarına hörmət eləsinlər, təhlükəsizliyini qorusunlar onların da. Və bu da vacib amillərdən biridir. Çünki artıq qəbul olunmuş qərara əsasən hər bir velosiped və skuter iştirakçısı, istifadəçisi, ümumiyyətlə mikromobillik istifadəçiləri özü də yol hərəkəti iştirakçıları sayılırlar və bunların özü də nəqliyyat vasitələri sayılır. Və buna görə də maksimum dərəcədə mikromobillikdən istifadə edərkən yol hərəkəti qaydalarına əməl etməlidirlər. Həm öz təhlükəsizliyini qorumalıdırlar, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini həm önəmsəməlidirlər, həm də qorumalıdırlar ki, hər hansı bir xoşa gəlməz hadisədən uzaq olsunlar. 100% Elkin müəllim, minnətdaram sizə. Mənə də vaxt ayırdınız. Sizin işiniz çoxdur bilirəm. Amma düşünürəm ki, kiçik bir vaxtımız olar. Sizinlə bir kofe içək. Həm də Jet Azərbaycanın gələcək planları barədə sizinlə bir söhbət edək. Xoş olar mənim üçün. Gedək? Gedək. Gedək.